Salam dostlar. Gördüğünüz bu pasiyentimizdə alt çənə rekonstruktiv əməliyyatı icra etmişik və biz burada alt çənənin önə gətirərək həm funksiyanı, həm estetikanı bərpa etmişik. Mən bir cərrah olaraq hər zaman bu sözü demişəm. Estetika funksiyasız, funksiya estetikasız mümkün olmur. Biz burada xəstənin alt çənəsini önə gətirməklə həm udqunmasını, həm normal qidalanmasını, həm də estetik bərpasını profildən, yan profildən baxdığımızda sümük toxuması və yumşaq toxuma çox gözəl bir şəkildə görünmüş olur. Burada pasiyentin qidalanmasından söz gedirsə, əlbəttə, çənə önə gələrkən artıq dişlərinin qapanışı, qapanması tam normal bir hala gəlmiş olur. Yəni dişlər arası məsafə, qapanan zaman ara, boşluq qalmır. Doktor, 5 yıl sizdən öncə 5 il. 5 il brek müalicəsi almışam və heç bir effekti olmuyor. Ondan sonra da 6 ay bir müalicə almışam. 6 ayda bir müalicə almışsınız. Ondan da bir effekt Nəticə almışsınız? Nəticə olmuyor. Sonradan sizi araşdırdım, tutdum Instagramda müraciət elədim. 9 aydır ki artıq biz bir yoldayıq, belə deyirlər. 9 ay içində həm ortadan müalicə, brek müalicəsi, həm də əməliyyat oldu. Necə oldu? Bəli. Deməli, bizim ilk danışığımız olmuşdu. Ortodontik müalicədən, breklə müalicəmizi aparırıq. İl yarım, 2 ilə yaxın bir müalicə dedim. Amma biz işimizdə nəticəmiz uğurlu olduğu üçün artıq 8-9 ay biz nəticəmizi aldıq və sonra əməliyyatımızı elədik. Aldığımız çənə ucundakı nəticəmiz çox ürəklisi oldu. Çünki xanımda çənə ucu artıq çərdəkdir. Çərdə olduğu halda hətta dil kökünün hərəkətidir, nəfəs almasıdır, udqunmasıdır, yuxu rejiminə belə o çox təsir edir. Və ondan sonra biz əməliyyatımızı icra edəndən sonra xanım özü çox məmnun qaldığına görə sağ olsun bizə zamanını ayırdı, öz fikirlərini bölüşdü. Və indi hal-hazırda biz müalicəmizi, brek müalicəmizi, ortodontik müalicəni davam edirik. Müəyyən bir azacıq bir işlərimiz var. Onlar bitdikdən sonra artıq breklərdə çıxacaq. Razısınızmı Reyhan xanım? Çox razıyam, çox təşəkkür edirəm sizə. Ürəyiniz olub mu bizim əməliyyatımız? Çox. Biz sizə sağ ol deyirik, çox təşəkkür edirik. Sağ olun dostlar.